Hər vaxtınız xeyir olsun dostlar, xoş gördük kanalımda. Bu günləri dünya çempionatının seçmə oyundayıq. Dünya çempionatına vəsəq qazanmaq üçün 2026 dünya çempionatına Azərbaycan İsland oyunda 5-ci turun oyunudur. 5-ci oyunlardır. İlk oyunda Azərbaycan İslandiyada 3-0 məğlub olmuşdu. Yaxşı oyun oynamamışdı sözün açığı. Yaxşı oyun oynamadığımıza görə də 3-0 məğlub olduq. İnşallah bu günləri Azərbaycan ən azından bir bərabərlik, qələbə də qazanıla bilər. İslandiyada o əvvəlki İslandiya deyil, çox da yaxşı oyun oynamır İslandiya. İnşallah qələbə qazanarıq. Qələbə də olması bir bərabərliklə görə millilərimiz necə, görə Ayxan Abbasov baş məşqçi olaraq biraz nələrsə dəyişməyə çalışır. İnşallah tam da dəyişəcək. Komanda biraz da yerinə oturar. Oyuncularımız biraz ayaqsızlıq eləməsələr, yaxşı oynasalar, baş işləsələr, biraz komanda oyunu oynasalar daha da yaxşı olar. Oyun başlayır, keçək oyuna. İnşallah Azərbaycan milli komandamıza uğurlar, qələbə arzulayaq. Milli formamıza geymişik bu günləri. Görək də. Oyun da Neftçinin stadiondadır. Neftçi Arenada. İnşallah uğurlu, düşərli olar. O oyuna keçməmişdən qabaq dostlar kanalıma abunə olun, videolarımı bəyənin. Fikirlərinizi, yorumlarınızı yazın. Bildirimləri açın ki, video paylaşanda sizə bildirimlər gəlsin, videolarımı izləyəsiniz. Keçək oyuna dostlar. 6-cı dəqiqədir. Milli komandamızın İslandiya qapısına ilk gəlişidir. O da küncdən zərbə oldu. İnşallah küncdən zərbədən olsa elə bir ayaqlarında güc yoxdur topa vurmağa. Evet, ara qaldırdı ya. Belə F tapşırığı olur. Hələ F tapşırığıdır bu. Olmasaydı 6 dəqiqə İslandiya topla çox oynayır. Çox pasla oynayır. İslandiya da oynayır demək olar. Topla oyuna yüzdəsini hələ göstərməyib. 100% ki İslandiyada da İslandiya çox oynayır. Gol. 20-ci dəqiqə 1-0. İslandiya 1, Azərbaycan 0. Bu 20 dəqiqədə oyun oynanılır. O bilinir, aydın məsələdir ki, vuracaqlar. Tək qapı o gedirdi. Bir dəfə gəldilər. Küncdən zərbə oldu Azərbaycan milli komanda. Bir dəfə də uzun pas atdılar. Ofsaytda idi Nəriman. Onu da vurdu qapıya, ofsaytda idi. Burada baxaq görək. Heç nədən qol vurdular. Rahat şəkildə. Ofsayd yoxdur. Kimdir pozur? Ofsayd da yoxdur. Bu necə müdafiədir? Bu necə müdafiədir ya? Yatıb və müdafiə. Gör necə buraxır aradan. 1-0 heç nədən bir dənə qol. Ara pası, müdafiə yatıbdır. Müdafiə boşdur. Rahat gəldi, vurdu. Çox oturublar. İslandiya güclüdür. Yəni o qədər də güclü deyil. Azərbaycandan yəni güclüdür. Milli komandamızdan güclüdür. Yenə də ona baxmayaraq sən öz yerində, öz meydanında oynayırsan. Bu qədər müdafiədə oturmaq ehtiyac deyil axı. Onsuz sənin burada itirəcəyin bir şey yoxdur. Yəni utsan da sən getmirsən. Yəni dünya çempionatına, nə onun play-offuna. Heç olmasa oyna da, oyun göstər. Hücum elə, çıx. Uduzsan da uduzacaqsan şeydir. Onsuz harasa getməyəcək. Xal da şey də olmayacaq. Xalın da bir mənası yoxdur. 3 xal qazandın, 0 xal qazandın, elə yerindəsən sən. Ona görə biraz oynamaq lazım. Müdafiədən oynamaya ehtiyac yoxdur. Ver də. Vur! Zərbəsinə bax ha. Yaxşı gəlmişdi milli komanda. Qapıya dəqiq zərbə vura bilmədi. Tural yaxşı keçdi. Yaxşı da pas verdi. Fırada bilmədi topu. Düz vara çölə vurdu. Ver də at burada. Oyna. Vur. Vur.
Aa, yaxşıdır, 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 yaxşıdır. Yaxşı gəlmişdi amma. Ah, Gül başlar. Gül başlar. Bu necə top bırax? Offside yoxdur. Baxa. Offside yoxdur. Bu Bəhlula baxın, oyunçu ilə qalxa bilmir ki, hava topuna. Belə hardan vurur ha? Bu da nə deyəsən ya Allah, adam əsəbləşir ya bu haqqı. Ləzzət eləmir adama milli komanda uduzanda belə. Hə 2-0. Oynadığımız bir oyun da yoxdur. Elədiyimiz bir hücum da yoxdur. Göstərdiyimiz bir oyun ümumiyyətcə yoxdur. Hər gəldiklərində təhlükədir. Oyunçular da heç nə yoxdur orada. Oyunçular da hündür boy oyunçulardır. Hava toplarında bizdən hər mənada yaxşıdır hava toplarında. Hava toplarında qaldırırlar, vururlar da. Vurdular. Bəhlulun de başının üstündən Bəhlul qalxdı, de Bəhlulun başının üstünə qalxıb vurdu. 2-0. 40-cı dəqiqədir. İlk hissə bitdi dostlar. İlk hissə Azərbaycan 0, İslandiya 2. Deməli bir şey yoxdur. Milli komandamızın gücü, oynadığı oyun bəllidir. 2-0 ikinci hissədə də nəsə dəyişəcəyini də düşünmürəm. Bu oyundan bir oyun göstərmir. Ancaq müdafiədən çıxanda da ki səhv eləyir, düzgün paslar verilmir. Nə sağ cinah, nə sol cinah. Nərimana pas ata bilmirlər. Atanda da Nəriman özü top saxlaya bilmir. 2-0 oldu. İkinci hissədə görüşərik dostlar. Nəriman nəyi gözləyir bə? Bu ötürməyi gözləmir Nəriman. O ötürməyi gözləmir Nəriman. Bu topu gözləmir Nəriman. Nəriman nəyi gözləyir bə? Nə edir orada bə Nəriman? Nə qədər top atılır bunu gözləmir, onu gözləmir. Elə şey olur. Nəyə girir bura? Futbol oynamaya girib top gözləsin ki, rəqib səhv eləsin, topu götürsün, qapıya atsın. Onu gözləmir Nəriman, bunu gözləmir Nəriman. Vurun da ayda indi bir dəfə əlimizə şans düşür. Vur da bunu qapıya da. Hara pas verirsən? Nəriman hələ şeydədir, mərkəz xəttədir. Ola gəlib çıxana kimi. Offside yoxdur. Qəşəng də pas vermişdi. Vur bunu qapıya da. Vur bunu qapıya da. Nə Nəriman ya? Fürsəti boşa verdik. İllimizin 6-cı korneridir bu. Bir dənə yaxşı ikinci zərbə. Bu bunlarla bunlarla hava topu oynamaq çətindir. İslandiyadır, Norveçdir, İsveçdir filan. Bunlar hündür boy oyunçulardır bunlar da. Çətindir hava toplarında. Qapıçı çıxartdı. Qəşəng zərbə idi, amma zəif zərbə idi. Amma 9-luğa tərəf gedirdi. İslandiyanın qapıçısı yaxşı çıxartdı, baxa. 9-luğa gedirdi, qəşəng vurmuşdu. Çıxartdı qapıçı. Yəni küncdən zərbə, amma küncdən bunlara çətindir də bunlarla küncdən oynamaq. Hava toplarında. Oyna. Pasla. Qəşəng.
Ah, olmadı. Vur. Ala onu da vura bilmedi boş kapıya. Hayda Anatoli Nuriye. Bu boş kapı vuramadı. Qapıçı safı. Qapıçı saf pas verdi. Düştü Anatoli'ye. Boş kapıya necə vurursan oradan çölə. Ne tür futbolçuları bunlar ha. Əsəbləşir bunların oyundan ha. Heç olmasa düz qapıya vurub qapıçı tutsun. Mənim dirəyə dərsin. Başım çölə vurursan. Dostlar oyun bitti. Birinci hissədə vurulan qollarla İslandiya 2-0 qələbə qazandı. İslandiyada 3-0, burada 2-0. 3 gün sonra da Tofiq Barmov'da Fransa ilə oyunumuz var, milli komandanın oyunu var. Bir deyiləsə bir söz yoxdur. Hər dəfə milli komandanın oyunlarında deyirəm ki, milli ölkə futbolunda uşaq futbolu yetişdirməlidir. Uşaq futbolu olmalıdır. Ümumiyyətcə futbolun inkişafına. 2-0 2 dənə vurulan müdafiə səhvindən qollar. Bir xalda elə qaldıq. 3 gündən sonra Fransa ilə oynayacağıq burada. Orada da Fransa da favoritdir orada. Aşkar favoritdir. İndi orada da milli komandamız olduğuna görə orada dəstəkləməliyik komandamız. Başqa bir deyiləcək söz yoxdur. Video burada bitirək. Başqa təbii videolarında görüşərik. Videolarımı bəyənin, kanalıma abunə olun, fikirlərinizi yazın ki, belə videolar gəlsin. Sağ olun dostlar.